Xüsusilə İrana qarşı hərbi əməliyyatlardan, İranın bombalanmasından sonra Qərbin bu sahədə, bu istiqamətdə ciddi uğur əldə edə bilməyəcəyini görür və İranda yaranmış vəziyyətdən həm də istifadə etmək fikri var artıq Qərb dairələrində. Çünki İran prezidenti Pezeşkiyanın mülayim xətt tərəfdarı olması həm xarici, həm daxili siyasətdə İranın dəstəkçilərinin sayını artırmaq məqsədi ilə loyal siyasətin tərəfində olması, həm qonşuları ilə, həm digər beynəlxalq arenalarda İranın mövqelərini daha güclü müttəfiqlərlə möhkəmləndirmək perspektivi ilə Pezeşkiyana həm də ali dini rəhbər və onun ətrafındakı ali din ruhani deməli din xadimləri tərəfindən dəstək verilməsi bu siyasətin real addımlara keçməsinə kömək eləyir. Belə hal ki, dini rəhbərlər tərəfindən, dini xadimlər tərəfindən dəstək görməsi prezidentin, bu hal elə də tez-tez baş verən hallardan deyil. Demək olar ki, nadir hallardandır son 30-40 il ərzində İslam Respublikası tarixində. Və bugün isə biz onu artıq görürük. Mollalar özü də dəstək verir Pezeşkiyana, öz həm daxili, həm xarici siyasətində. Pezeşkiyan daxili auditoriyanın dəstəyini almaq üçün, hökumətə dəstəyi gücləndirmək üçün xüsusilə qadın hüquqları sahəsində, əxlaq və şəriət hökmləri sahəsində güzəştli addımlara getdi. Bu yaxınlarda mülayim siyasətin tərəfindədir. Bir qədər azadlıqların artırılması istiqamətində addımlar atır. Çox mötəbər və mütərəqqi, təqdirə layiq addımlardır. Bu İranın yaxın zamanlarda Qərblə Rusiya arasında İran uğrunda vaxtaşırı gərginləşə biləcək bir mübarizənin başlanğıcıdır. İranı Rusiyadan qopartmaq uğrunda Qərb ciddi mübarizəyə başlayacaq. Başa düşür ki, bombalamalar, hədə-qorxular və hərbi deməli əməliyyatlar İran xalqını da Pezeşkiyan ətrafında, İran hökuməti ətrafında birləşdirəcək və bu getdikcə daha çox Rusiyaya yaxınlaşmanı deməli təmin edəcək, nəinki təslim olmanı. Çünki hərbi əməliyyatlar sübut elədi ki, İran əks effekt verir. İran daha çox deməli müqavimət göstərir və daha çox Rusiya ilə münasibətləri yaxınlaşdırır. Lakin Rusiya bugün İranın həm təhlükəsizliyini təmin etmək baxımından, həm beynəlxalq arenalarda ciddi dəstək vermək gücü demək olar ki, kifayət deyil. Onun bütün resursları çox, baxmayaraq ki, müharibənin uğurlu aparılması Rusiyanın xeyrinədir. Lakin burada böyük resursların itkisindən gedir söhbət. Ukraynadakı hər bir uğur olduqca bu qiymətə dəyməyən, bu uğurdan 5-10 qat daha böyük resursların bahasına başa gəlir, resursların itirilməsi ilə müşahidə olunur və buna görə də Rusiyada tam İranın həm itirilməsini istəmir, əlbəttə buna çalışacaq, lakin itirilməsinə müqavimət göstərmək üçün nə qədər gücü var, bunu da zaman göstərəcək. Niyə görə İran vacibdir Qərb üçün və Rusiyadan ən tez zamanda qoparılması labüddür Qərb üçün. Çünki Qərb başa düşür ki, Ukrayna arenasında, Ukrayna səhnəsində Rusiya-Qərb toqquşmasından istifadə edən
bir Çin var və Çin çox sürətlə, səssiz şəkildə öz ticarət imperiyasını genişləndirir. Hətta artıq özünün tarixdə olmayan pik nöqtəsindədir. Demək olar bütün Afrika limanlarını, sahillərini artıq işğal edib, artıq Orta Asiyaya müdaxiləyə artıq başlayıblar. Latın Amerikasında genişləndirir öz nüfuzunu və bu əlbəttə Amerika üçün uzaq perspektivdə, hətta elə də çox uzaq olmayan bir perspektivdə ciddi təhlükə olacaq. Çin öz maraqlarını demək olar ki, Rusiyanın və elə Amerikanın itirilən resursları hesabına genişləndirir və bu müharibəni davam etdirilməsində maraqlıdır. Bunu Amerika başa düşür və Qərbdə ən tez zamanda Ukraynada Rusiya toqquşmasını bitirmək və Çin təhlükəsinin qarşısını almaq. Bunun üçün Rusiyaya təzyiqi artırmaq, yəni illərdir artırılan təzyiq bir ciddi effekti yoxdur və hətta cəbhədə Rusiyanın xeyrinə dəyişir mövqelər, döyüş səhnəsində Rusiyanın mövqeləri az və ya çox uduzan tərəf Ukraynadır, udan tərəf Rusiyadır cəbhədə və İranı Rusiyadan uzaqlaşdırmaq üçün Qərb nə qədər böyük güzəştlərə hazırdır. Xüsusilə yəqin ki, bu güzəştlər İsraillə bağlı olmalıdır. İran yəqin ki, İsraillə bağlı ciddi güzəştlər tələb edəcək və neft bazarına sərbəst çıxmaqla bağlı tələbləri olacaq. Və əlbəttə ki, daha cazibədar etmək üçün İran üçün böyük kapital ayrıla bilər, olduqca böyük miqdarda kapital ayrıla bilər ki, İrana yatırım kimi. Lakin bunu Qərb edəcəkmi, etməyəcəkmi? Qərbin Ukraynadakı vəziyyətindən də asılıdır. Bu ilin sonuna qədər son dəfə güclü zərbə endirməyə cəhd edəcəklər Rusiyaya. Əgər bununla da Rusiyaya effektiv zərbə endirə bilməsələr, alınmasa artıq maksimum nəyin bahasına olur olsun Ukraynanın bölünməsi ilə bu münaqişəni bitirmək çalışacaq Qərb. Çünki Çinin qabağını ən tez zamanda sürətlə almaq lazımdır. Bu İranın onlardan qoparılması şəraitində olacaq və yaxud bəlkə Rusiyanın özünü Ukraynada razı salmaq hesabına olacaq. Bunu zaman göstərəcək. Amma sonuncu zərbəsi üçün sonuncu şansından istifadə edəcək Qərb. Bu ilin payızında bundan əgər bir nəticə alınmasa Ukrayna çox güman ki, bölünmə ərəfəsindədir, bölünmə istiqamətində gedir. O ki, qaldı Cənubi Qafqaza necə təsir edə bilər? Bu əlbəttə ki, İranın Qərb ilə münasibətlərindən asılıdır. Əgər Putin doğrudan da İranı yenə də öz çətiri altında saxlaya bilsə və Qərbdən uzaq tuta bilsə, bu əlbəttə həm Bakı üçün, həm Yerevan üçün yeni təzyiqlər mənasına gələ bilər.